hansı məhsullar indiyə qədər bahalaşıb və onların bahalaşmasının səbəbi nədir? Əslində Azərbaycanda qiymətlərlə bağlı iki məsələyə diqqət yetirmək lazımdır. Bir dövlət tərəfindən tənzimlənən qiymətlər var. Yanacaq qiymətləridir, kommunal təsərrüfat, kommunal xidmətlərin qiymətidir və tənzimlənən qiymətlərin artması digər sahələrə də təsir göstərir. Məsələn, ən son biz dizel yanacağının 20% təqribən bahalaşmasını gördük. Benzinin qiymətində müəyyən artım gördük. Onların da digər sahələrə təsirləri var. O birisi istiqamət isə Azərbaycanda belə deyək, tənzimlənməyən qiymət, dövlət tərəfindən tənzimlənməyən qiymətlərdə başqa amillər təsir göstərir bahalığa. Bu ən birinci amil ithal inflyasiyasıdır. Biz özümüzü çox az təmin edə bilirik müxtəlif mal və məhsullarla. Elə məhsul növləri var ki, bizdə xaricdən alınması az qala 100%-ə yaxınlaşır. Ərzaq məhsullarında təqribən 50%-in 50-nin 50-yədir, necə deyərlər, 50% biz özümüzü təmin edə bilirik, amma 50% də ixaldan asılıyıq və ixaldan asılı o deməkdir ki, dünya bazarında konjunkturda bir dəyişiklik olanda, logistika bahalaşanda, yanacaq qiymətləri son bu körfəz hadisələri zamanı kifayət qədər bahalaşdı, neft qiymətləri, onların qiyməti artanda istər-istəməz dünyada da bir inflyasiya dalğası yaranır və biz xaricdən nə alırıqsa daha baha alırıq. Və nəticə etibarilə daxildə qiymətlərin artımının şahidi oluruq. Ona görə də ümumi götürsək, bizdə hər şey bahalaşıb, açıq. Rəsmi inflyasiya hardasa 6% civarındadır. Bu o deməkdir ki, rəsmi inflyasiya daxil olan bütün mal və xidmət növlərində artım müşahidə olunub. Rəsmi statistikaya biz baxanda görürük ki, azalan qiymət demək olar ki, yoxdur. Biraz çox, biraz az, amma demək olar ki, bütün istiqamətlər üzrə qiymətlər artıb. Onun da dediyim kimi əsas səbəblərindən biri bizim özümüzün daxili istehsalımızın zəif olmasıdır. Məsələn, bir ara dabaq xəstəliyi oldu. Bəli. Onun üçün ya ət bahalaşdı, ya tapılmadı, ya dondurulmuş ətlərə üst tutuldu. Amma mən bir şeyi müşahidə eləmişəm son vaxtlar. Biz əti gündəmə gətirdiyimiz vaxtda ətin qiymətində çox artım yox idi. Amma məsəl üçün mən hər dəfə 20-21 manat aldığım quzu ətini dünən məsələn 22 manat almışam. Və heç bununla bağlı heç bir xəbər də yoxdur ki, qiymət artıb. Yəni bu birdən-birə belə baş verir. Əslində birdən-birə deyil. Gəlin belə yenə buna bir elmi yanaşsaq, son 5 ildə Azərbaycanda iri buynuzlu malqaranın sayı təqribən 260 minə yaxın, xırda buynuzlu, yəni qoyun və keçi sayı təqribən 1,7 milyona yaxın azalıb. Məntiqlə iqtisadiyyatın qanunudur. Hansısa növ məhsul azalırsa, onun qiyməti qalxır. İkinci səbəb, sırf ətdən danışırıqsa, son zamanlar yemin bahalaşması, dərman preparatlarının bahalaşması, yəni veterinar xidmətlərlə bağlı. Bunun da təsiri var və qiymətlər artır. Məhsul azalır, məhsulun başa gəlməsi üçün xərclər artır və qiymətlər də yüksəlir. Digər bir səbəb isə, bu biraz belə iqtisadi fəlsəfidir hətta. Bu ətlə məşğul olanlar da alıcıdırlar da. Onlar görürlər ki, hər şeyin qiyməti qalxır. Yəni onlar onu düşünürlər ki, yaxşı mən dünənə qədər məsələn kərə yağını bir qiymətə alırdımsa, indi başqa qiymətə alıramsa, mən də qiyməti artırım ki, heç olmasa o qiymət artımının arxasınca çata bilim. Və yaxud da qeyri ərzaq məhsulları olsun, geyim olsun, elektrotexnika olsun. Hər şeyin qiyməti qalxırsa, ət istehsalçıları, fermerləri günahlandırmaq olmur ki, siz niyə qiyməti qaldırırsınız? Ona görə də bütün bu səbəblər cəmlənəndə sizin dediyiniz mənzərəni biz görürük. Amma əsas səbəb dediyim kimi malqaranın azalmasıdır. Bəs Natiq müəllim, indi siz dediniz malqaranın azalması. Bu yəni nəticədir. Buna gətirən səbəblər nələrdir? Çünki bir müddət bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyi belə bir açıqlama deyək də buna yaydı ki, xırda buynuzlu heyvanların azalmasının səbəbi insanlar qoyunları daha erkən vaxtda kəsirlər. Çünki bu bizim mentalitetdən irəli gəlir. İnsanlar daha cavan, belə deyək də, heyvan əti yemək istəyirlər. Ona görə heyvanların sayı azalır. Bu əslində çox qəribə açıqlamaydı. Ya biz son 10 ildə dəyişmişik, mentalitetimiz dəyişib. Ya da bu açıqlamanın, belə deyək də, tutarlı tərəfi yoxdur. Çünki 10 il bundan qabaq artırdı malqara. Nə oldu ki, 10 il bundan qabaq? Onda da yenə cavan quzu əti yeyirdi. Cavan quzu əti yeyilirdi də hamı. Yəni onun heç bir təsiri yoxdur açıq. Heç bir təsiri yoxdur. Çünki bir məhsul satılırsa və yaxşı qiymətə satılırsa və bu gəlir gətirirsə, onu yetişdirən insanlar daha çox bunu yetişdirməyə çalışmalıdır da, məntiq bunu deyir.
Bizdə malqaranın sayının azalmasının əsas səbəblərindən biri örüş yerlərinin kifayət qədər qeyri-effektiv istifadəsidir. Ya texniki bitkilər əkildi zamanında, pambıq və s. bu tipli texniki bitkilər əkildi, ya da qeyri-rasional istifadə olunur. Yəni, bəzi insanlar, varlı insanlar və yaxud da vəzifəli şəxslər torpaqları götürürlər, örüş yerlərində əsasən və ondan istifadə eləmirlər. Və yaxud da effektiv istifadə edə bilmirlər və nəticə etibarilə yemin qiyməti qalxır. Və yemin qiyməti qalxanda da bu avtomatik olaraq malqaranın qiymətinə, ətin qiymətinə də təsir edir. Həm də bilirsiniz, insan bir dəfə dünyaya gəlir də, necə deyərlər. Fermer də düşünür ki, mən bu qədər əziyyət çəkirəm, mən bu qədər üzülüm. Doğrudan çox əziyyətli işdir. Doğrudan çox əziyyətli işdir. Və yeri gəlmişkən elə bu mötərizə açaraq bu kontekstdə biz ona da hazır olmalıyıq ki, yaxın gələcəkdə kənd təsərrüfatında və fermerliklə, ümumiyyətlə bu işlə məşğul olan sayı azalacaq. Obyektiv səbəbdən azalacaq. Çünki gənclər kənd təsərrüfatında işləmək istəmir. Dünya elə bir açılıb, dünyaya elə bir vəziyyətə gəlib ki, kənd yerində yaşayan gənclər artıq internet vasitəsilə bütün dünyaya, necə deyirlər, inteqrasiya olurlar. Onlar fermer olmaq istəmir. Hə, biz o qədər böyük qazanc gətirə bilən bir sahə yaratmalıyıq ki, əlavə dəyər yaratmalıyıq ki, bu sahədə. Gənclər burada maddi marağa görə qalsınlar. Yəni, düşünsünlər ki, mən şəhərə gəlib, kirayədə yaşayayım, tikintidə işləyim, 1200-1500 manat maaş alım maksimum. Amma mən elə öz kəndimdə qalım, fermerliklə məşğul olum, aya 10.000 qazanım. Bax, 10.000 qazana bilsə, o zaman orada işləmək istəyənlərin, həvəsi olanların sayı artacaq. Bizdə həm qazancı azdır, kənd təsərrüfatında, fermerlikdə, həm əziyyətli işdir, doğrudan əziyyətli işdir. Və nəticə etibarilə insan da görür, yem bahalaşır, hər şey bahalaşır, işləmək mümkün olmur. O zaman da kənd təsərrüfatı ilə məşğul olmaqdan vaz keçib Bakıya köçür. Və mən ona görə Bakıya köçür deyirəm ki, statistikada onu göstərir ki, son 20 ildə, 25 ildə Bakının əhalisi az qala 2 dəfə artdı. Həm də hər il qarşılaşdığımız bir mənzərə var. Məsəl üçün, atıram da, indi pomidoru əkib, pomidorun kilosu məsələn şəhərdə 2 manatdan aşağı düşmür. Amma o adam əkdiyi sahədə ağlayır ki, mən burada 20 qəpiyə verirəm, məsəl üçün alan yoxdur. Tamamilə doğrudur. 40 qəpiyə verirəm, alan yoxdur. Hətta yadınıza salın, bir belə qulağa xoş gələn bir layihə elan olunmuşdu rəsmi qurumlar tərəfindən tarladan süfrəyə. Və bu çox reklam olunurdu vaxtilə ki, fermerlər birbaşa tarladan süfrəyə məhsulunu sata biləcək. Nə oldu? Bu proqram işləmədi. Şəhərdə müəyyən yerlərdə yarmarkalar təşkil olundu. Kənddən şəhərə. Amma heç nə alınmadı. Alınmadı. Çünki o yarmarkalarında, belə deyək, öz sahibləri peyda oldu, yerlər satıldı, insanların o yarmarkalara çıxış imkanları məhdudlaşdırıldı və nəticə etibarilə bizdə fermerdən son istehlakçıya qədər böyük bir neçə əldən keçən bir zincir yaranır. Ona görə qiymətlər, həm də ona görə qiymətlər artır. Mən fermerin çox qazanmasının tərəfdarıyam. Və bununla da bağlı çox məntiqli təkliflər də var. Zaman-zaman da səsləndirmişik. Bizdə böyük pərakəndə satış şəbəkələri var da, mağazalar var, marketlər şəbəkələri var. Onlara güzəşt eləmək lazımdır, vergi güzəşti ki, siz birbaşa fermerlə müqavilə bağlayın. Yəni, kim birbaşa fermerlə müqavilə bağlasa, məsələn deyirəm, əlavə dəyər vergisi 18% yox, 16% ödəyəcək. Bəlli məbləği keçəndən sonra, məsələn, siz 10 milyon manatlıq müqavilə bağlasanız, sizə 2% vergi güzəşti olacaq. Bu zamanda o şəbəkələrin marağı olacaq ki, geçsinlər özləri fermerlə birbaşa əlaqə saxlasınlar, birbaşa onlarla müqavilə bağlasınlar, birbaşa onlarla işləsinlər. Bu təşviq yoxdur deyə, o zaman kənd təsərrüfatında, rayonlarda yaşayanların min bir əziyyətlə ərsəyə gətirdiyi məhsulu bazara birbaşa çıxarda bilmir. Yəni, tarladan, yəni fermerin həyətindən bazara çıxana qədər məhsul az qala 8 dəfə, 6 dəfə, 5 dəfə ən azı bahalaşır. O bahalaşmanın dəyəri fermerə getsəydi, yenə də buna da razı olmaq olardı ki, onun maddi texniki bazası yüksələcək. Gedib bir traktor alacaq, gedib hansısa bir dron olacaq, dronla sulayacaq məsələn öz sahəsini. İndi çox ciddi yayılmış bir məsələdir. Və yaxud da dronla öz sürüsünü otaracaq. Avstraliyada məsələn gəncləri cəlb eləməkdən ötürü o dron texnologiyalarından istifadə edirlər. Gənclər də maraqlıdır, onsuz da evdə oturub kompüter oyunları oynayır. Siz deyirsiniz, ciddi şəkildə bu işlə məşğul olur. 8 dəfə bahalaşır, 7 dəfə bahalaşır.
Məsələn, elə onu gətirəcəm. Bir məhsulun qiyməti artır. İstər marketdə olsun, istər bazarda olsun. Amma heç vaxt azalmır. Amma o məhsul ola bilər ki, bu il az olub, növbəti il çox olur, amma yenə də qiymətdə dəyişən bir şey olmur. Yəni o qiymət fərq eləyir fermerə. Bəli. Amma ortada o alıcılar, maklerlər qazanır. Əlbəttə. Amma fermer qazanmır. Yəni bu necə dəyişə bilər? Bu necə dəyişə Onun bilər? yeganə yol dediyim kimi fermerlərin də, satıcıların da, pərakəndə satıcıların da stimulu yaradılmalıdır dövlət proqramı çərçivəsində. Onların vergi güzəştləri olmalıdır. Mütləq. Başqa yol yoxdur açıq. Çünki mən tutalım ki, mən indi keçək səhnənin bu biri tərəfinə, dayanaq pərakəndə satışla məşğul olanların yanında. Onun üçün nə fərqi var ki? Heç bir fərqi yoxdur. Kim gətirir onun məhsulunu? Heç bir fərqi yoxdur. Aldığı məhsulun üzərinə 20%, 25%, 10%, 15% baxır bazardakı dəngəyə görə qoyur satır. Amma siz ona deyəndə ki, qardaş, get fermerlə müqavilə bağla. Birbaşa ondan al. Bax, sənin vergində 10 milyon güzəşt eləyəcəm. Yəni, ümumi faiz nisbətində götürən. Təbii ki, maraqlı olacaq. Hətta özü bir işçi götürəcək. Ki, get, rayonları gəz, danış, fermerlərlə müqavilə bağla, birbaşa müqavilələri qeydiyyatdan keçirib, Kənd Təsərrüfatı Nazirliyinin bir portalı var. Orada da qeydiyyatdan keçmək mümkündür. Yəni, orada qeydiyyatdan keç. Get özün, bu işlə sən məşğul ol. Və onun nəticəsində də mən böyük dövriyyə əldə edəndən sonra mənə də hökumət, dövlət tərəfindən də güzəştlər təqdim olunacaq. O sənədləri mən verəcəm Vergilər Departamentinə, İqtisadiyyat Nazirliyinin. O da baxacaq ki, mən bu qədər iş görmüşəm, mənə güzəşt eləyəcək. Yox da o stimullaşdırıcı addım. Stimullaşdırıcı addım yoxdursa, mən pərakəndə satış rəhbəri kimi niyə bu işə işçi ayırmalıyam, zaman ayırmalıyam, maaş ayırmalıyam? Bilmə ki, oturmuşam da kim gətirər, onda malını satar. Burada da uduzan yenə fermer olur. Və o ki qaldı, sizin dediyiniz məsələnin bir başqa maraqlı tərəfi də var. Əslində, bizdə nazirlik, Kənd Təsərrüfatı Nazirliyi beyin mərkəzi rolunu oynamalıdır həm də. Məsələn, fermerlərə öncədən proqnozlar verməlidir. Məsələn, deməlidir ki, gələn il nə əksəniz yaxşı olar. Bu göstəriş vermək deyil. Bu Sovet sistemi deyil. Yəni kütləvi şəkildə hamı soğan əkməsin, hamı pomidor əkməsin. Eyni problemi biz illərdir, 10 illiklərdir yaşayırıq. Bir il soğan əkir hamı, soğan olur 1 qəpik, 5 qəpik, 10 qəpik. Sonra gələn il hamı yanır, əkmir. Gələn il soğan olur 1 manat, 2 manat. O birisi il yenə deyirlər ki, yenə 1 manat, 2 manat oldu, yenə əkək. Bax, belə çox qəribə qısır döngə yaranır. Bu statistikaya yox, yəni bu ağızdan ağıza gəzən sözlərə görə tamamilə doğrudur. Amma Kənd Təsərrüfatı Nazirliyi bir beyin mərkəzi rolunda oynamalıdır. Demək olar ki, o subsidiyalara görə bütün fermerlər oradan qeydiyyatdan keçmək məcburiyyəti var da. Özlərinə də sərf edir qeydiyyatdan keçmək ki, müəyyən məhsullar növü və fəaliyyət növünə görə subsidiyalar alır. Kənd Təsərrüfatı Nazirliyi onlara bir bildirişlər göndərə bilər, onlarla bir işləyə bilər, onlarla görüşə bilər və deyə bilər ki, bax, bizim proqnozlarımıza görə gələn il filan qədər pomidor əkmək lazım olacaq, bizə bu qədər pomidor lazım olacaq, bu qədər kələm lazım olacaq, kök lazım olacaq və bunun proqnozlarını öz saytlarında hətta elan eləyə bilərlər ki, bax, bizim gözləntilərimiz bu səviyyədədir və yaxud da indi yeni bazarlara çıxış axtarılır. Çoxdan da bu iş görülməli idi, nəsə gecikdirilirdi, amma indi təzədən başlayıblar. Məsələn, biz Rusiya bazarından çox asılıyıq. Kənd təsərrüfatı məhsullarının ixracatında. Bizim satdığımız məhsulun 80-85%-i ixrac etdiyimiz Rusiya bazarıdır. Bu asılılıqdır da, sabah oradan da bir xəstəlik tapılır, nə bilim, bir başqa problemlər yaşayır, fermerlər əziyyət çəkir. Ona görə də qərar alındı ki, bir neçə il, 2-3 il bundan qabaq ki, biz Körfəz ölkələrinə, Pakistana, dost və normal münasibətdə olan ölkələrə açılaq. Hələ ki, bir şey yoxdur, açıq, ciddi rəqəmlər biz görmürük. Amma ən azından buna cəhdlər var da, düzdürmü? Bu cəhdlər həm də ondan xəbər verir ki, bizim fermerlərlə o Kənd Təsərrüfatı Nazirliyi həm də beyin mərkəzi kimi ona görə işləməlidir ki, orada oyun qaydaları fərqlidir başqa bazarlarda. Orada qablaşdırma fərqlidir. Onun keyfiyyətə nəzarət fərqlidir. Biz öyrəşmişik, Sovetdən qalma bir yanaşmamız var idi. Qəzetə pomidoru bükürsən, yeşiyə qoysan, aparsan Rusiyada satırsan və salam. Amma ərəb bazarı elə deyil. O səndən sertifikat istəyəcək. O səndən standartlara uyğun qablaşdırma istəyəcək. Bizim fermerlərin ondan xəbəri yoxdur. Və onların günahı deyil. Açıq. Onlarla işləmək lazımdır. Ona görə deyirəm ki, hər bir nazirlik özü-özlüyündə bir idarəedici qurumdan əlavə bir beyin mərkəzi və bir köməkçi vasitəyə çevrilməlidir. İstənilən nazirlik.
Amma əsasən də Kənd Təsərrüfatı Nazirliyi. Və bunlar olmasa, bax bu strukturlarda bu dəyişikliklər olmasa, insanları qınamaqla ən asan yoldur. Məsələn, sizin dediyiniz o açıqlamadakı kimi ki, quzunu yeyirsiniz, ət bahalaşır. Bundan asan nə ola bilər? Ən asan belə qınama metodudur, necə deyirlər. Bir də indi siz danışdınız ixrac məsələsindən. Əslində bizim ixrac elədiyimizdən çox ithal elədiyimiz məhsullar var. Bu da istər-istəməz qiymətlərə təsirini göstərir. Qarşıdakı ildə bu 2026-cı ildə artıq 5 ayını geridə qoymuşuq, 6-cı aydayıq. Hansı məhsullar və xidmətlərdə qiymət artımı gözlənilir? Onsuz da biz o qiymət artımını görürük. Sadəcə olaraq o qabarıq şəkildə hiss olunacaq hansı sahələrdir? Gəlin belə danışaq da, dünyada çoxdandır belə bir yanaşma var. İnflyasiyanı hesablayanda bir ümumi elmi metodoloji əsaslara görə hesablayırlar. Bu doğrudur, bəli. Bu mənzərənin böyüklüyünü göstərir və mənzərənin tamamını görməyə imkan verir. Bir də 30-35 adda gündəlik tələbat məhsulları inflyasiyası ayrıca hesablanır. Məsələn, Türkiyədə bu çox geniş yayılıb, Gürcüstanda bu metodologiyadan istifadə olunur, Avropa ölkələrində olunur. Bizdə bu yoxdur da. Bizdə inflyasiya hesablayanda təqribən səhv eləmirəmsə 570 ya 580 adda mal və xidmətləri qiymət artımını, qiymət dəyişməsini orada qeydiyyatdan keçirirlər. Amma orada elə məhsullar var ki, əhalinin maraqlanır. Avokadonun qiymətinin qalxmağının kimə nə dəxli var da? Qalxır, kim xoşlayır, gedər yeyər də. Amma o da inflyasiya təsir edir. Biz əgər belə hesablasaq, bu metodologiyanı dəyişsək, gündəlik tələbat məhsulları 30-35 adda da hər gün hər birimizin istifadə etdiyimiz məhsulları götürsək, orada inflyasiya daha yüksəkdir. Və bu daha narahat edici faktordur. Çünki gündəlik tələbat məhsullarının qiymətinin artması əhalinin güzəranına, dolanışığına daha pis təsir göstərir də. Yəni, mən hər gün aldığım məhsullar, hər gün də qiymət artımı. İstəyir makaron olsun, qarabaşaq, düyü, yağ, pomidor, xiyar, tərəvəz, bunlar hər gün kartof, soğan, bunlar bizim gündəlik tələbat məhsullarımızdır. Amma məsələn, çap qiymətləri artıb, bəzi insanlara bu təsir eləyəcək. Amma bu əhalinin tamamına təsir eləməyəcək. Amma ümumi inflyasiyanın içində hər şey var deyə orada rəqəm aşağı görünür. Məsələn, 6% görsənir inflyasiya Azərbaycanda. Biz onun içindən gündəlik tələbat məhsullarını çıxardıb hesablasaq, görəcək ki, burada daha çox. 10%, 12%, bəzən 15% inflyasiya olur ki, bu da insanların real gəlirlərini yeyib bitirir. Real gəlirin artmasına imkan vermir. Sizin sualınıza gələndə bu məhsul növlərinə bölsək, gündəlik tələbat məhsulları növləri yenə qalxacaq. Yenə qalxacaq. Çünki tələbat var da adı üstündə. Ona görə də ya biz bunun yerli istehsalını artırmalıyıq, ya da ithalla bağlı, ölkəyə gətirilməsi ilə bağlı bəzi qaydalarda dəyişiklik eləməliyik. Nədən söhbət gedir də? Elə məhsul növü var ki, bizdə yerli istehsalı təşkil eləmək olar. Məntiqlə də olar, amma eləmiriksə, ithal eləyiriksə xaricdən, o sosial yönümlü məhsulların vergi və gömrük dərəcələri aşağı salınmalıdır. Əsasən də məsələn, uşaq yeməkləri. Uşaq yeməkləri çox bahadır. 50 manat, 60 manat, 80 manat, 100 manat. 5 gün, 6 gün bəs eləyən qabdakı uşaq yeməklərini 70-80 manatdır qiymət. Biz də istehsal eləmirik. Məntiqlə nə etməliyik? Məntiqlə bunun ƏDV-sini ləğv eləməliyik. Bunun gömrük rüsumunu ləğv eləməliyik. Bu ƏDV və gömrük rüsumu ləğv eləsək, haradasa bir 30% qiymət ucuzlaşa bilər. Azdırmı? Az deyil. 50 manatlıq olacaq, haradasa 35 manat. Heç olmasa belə təsir eləyə bilər. Amma bizdə belə çevik vergi siyasəti yoxdur. Bizdə ƏDV, belə deyək də, müqəddəs bir faiz nisbətidir, 18%. Hər şey 18%. Elə olmalı deyil axı. ƏDV çox çevik olmalıdır. Qızıla, brilyanta, nə bilim belə, lüks segmentə neçə hissən təyin elə? 25% təyin elə. O gündəlik tələbata uyğun deyil. Kim brilyant istəyib, gedib alanda vergisini ödəsin, məsələn. Amma siz ərzaq məhsullarıdır, uşaq geyimləridir, uşaq yeməkləridir, uşaq bezləridir. Bu istehsal bizdə yoxdursa, onun bu qədər yüksək rüsumlarla və yaxud da vergiləndirmə sistemi ilə cəlb olması doğru deyil. Heç doğru deyil. Bir də başqa bir məsələ də var da, başqa bir problem də var, necə deyərlər bizdə. Bizdə yerli istehsal adı altında olan məhsulların bir çoxu yerli istehsal deyil. Qablaşdırmadır. Bu çox ciddi problemdir. Məsələn, biz istənilən marketlərə girək, çoxlu sayda Azərbaycan brendləri altında çay satıldığını görürük. Müxtəlif adlarla. 20-25 adda çay növü satılır.
Bizdə o qədər çay kolu yoxdur. Yoxdur da, Astarada, Lənkəranda, Uzaqbaşı bizim tələbatımızın bir 7%-ni, 6%-ni qarşılayan çay kolları var. Biz alırıq Şri Lankadan, Ceylondan, başqa ölkələrdən, Hindistandan, onu qablaşdırırıq, çıxardırıq, adı da olur Azərbaycan çayı. Elə bir maşının bütün ehtiyat hissələri gətirilir. Eyni qaydada, eyni şey orada. Məsələn, süd məhsulları. Baxırsan ki, adamın ürəyi açılır ki, görün nə qədər bizim yerli məhsul, süd məhsulları var da, xamadır, nə bilim, kəsmikdir, başqaları da hamısı üstündə yazılıb Azərbaycan məhsulu. Onun südün o qurusu, quru süd xaricdən gəlir. Gəlir burada mayalandırılır, ondan xama, nə bilim, başqa şey alınır. Hə, bu problemdir. Bu ciddi problemdir. Biz özümüzü aldadırıq. Sanki bazarda bir bolluq abu-havası yaranır ki, yerli məhsul çoxdur, istehsal çoxdur. Amma faktiki olaraq o yerli məhsul deyil. Niyə bu problemdir? Çünki sabah sənə xam malı satmasa nə olacaq? Satmadı da. İndi bir problemdə onsuz da dünya tarix müharibələri qızışır da Trump gələndən sonra. Bizdən biri də indi bir sanksiya qoydu ki, mən satmıram, mən çay satmıram. Onu neyniyəcəyik biz? Bax, buna görə də biz yerli istehsal deyəndə doğrudan da yerli istehsal komponentlərdən istifadə olunan, yerli xam maldan istifadə olunan istehsalın həcmini artırmalıyıq. Bir də boş xəyallardan vaz keçib, elə məhsullar var ki, biz onu heç vaxt istehsal etmədiyimizi, edə bilməyəcəyimizi qəbul edib, ona uyğun vergi və gömrük siyasəti yürütməliyik. Xəyal qurmaq olar. Mən xəyal quran insanlara hörmət edirəm. Amma bu yerini yetirməyəcəksə boş xəyallarla özü və bizi aldatma da onda. Məsələn, o dediyiniz elə gənc ailələrə lazım olan uşaqlar üçün ləvazım. Bəli. Biz yəni eləmirik də. Məsələn, bezli istehsal eləmirik. Uşaq yeməkləri istehsal eləyə bilmirik və yaxud etmirik. Bilmirəm səbəbini, amma etmirik.